Mən ingilis dili üzrə Fidan müəllim. Bu gün sizinlə 9-cu sinif buraxılış sınavının əsas hissələrindən biri olan esse bölməsini sizlərə izah edəcəyəm. Birinci şərtə diqqət etsək, qeyd edir ki, look at the picture. Şəklə bax. Make up the story according to the pictures in the given order. Yəni verilən ardıcıllığa əsasən şəkillərə baxaraq biz hekayə qurmalıyıq. Right? At least 35 words. Yəni ən azı 35 sözdən ibarət olmalıdır. İmtahanda vaxtı və həyəcanı nəzərə alaraq biz ilk edəcəyimiz addım cümlə qurmadan öncə mütləq şəkildə gördüyümüz cisimləri, nələr görürüksə şəkillərdə biz onları mütləq şəkildə ingilis dilində yazmalıyıq ki, həyəcandan hər hansı bir detayı biz burada ötürməmiş olaq. Gəlin indi sizinlə birgə yazaq. İlk diqqətimizi çəkən oğlan olur. Yazırıq a boy. Birinci cümlə qurmadan öncə sözləri yazırıq sadəcə. Daha sonra ağac görürük. A tree. Daha sonra bitki görürük. A plant. Daha sonra diqqət etsək, biz orada görürük ki, bitkini nə ilə əkir? Daha doğrusu torpağı nə ilə qazır? Kürəklə. A shovel. Okay. Daha sonra biz torpaq görürük. Soil. Daha sonra yer görürük. Ground. Okay, sorry. Aha. Daha sonra biz nə görürük? Bulut görürük, cloud görürük. Bəlkə cümlədə istifadə edə bilərik. Əsas hissələri yazdıq. Bu bizim ilk diqqətimizi cəlb edən hissələrdir. Daha sonra feilə keçsək, görərik ki, oğlan gülümsəyir. Smile. Feillər yazırıq. Əkmək, dig. Okay. Daha sonra əgər təəssüratlarını əsəbidirsə, qəmgindirsə, xoşbəxtdirsə onları da yazsaq, biz görürük ki, happy görünür. Okay. Artıq biz ardıcıl 3 şəkildə hekayəni biz davam etdikdə gördüyümüz əsas hissələri burada qeyd etmişik. Artıq bizim üçün rahatdır ki, sözləri yazmışıq, bir dənə qalır cümlə qurmaq. İndi ardıcıl olan şəkillərə baxsa, biz görərik ki, oğlan özü ilə bitki gətirir, daha sonra yeri qazır, bitkini əkir, daha sonra əkdiyi bitkiyə baxır və xoşbəxt görünür. Bu qədər. Bizim quracağımız hekayə bu qədər olacaq. Buna görə sizlərlə kiçik bir hekayə qeyd etmişəm. Gəlin birlikdə baxaq. Və həmçinin hekayəyə baxmadan öncə bir şey də çatdırmaq istərdim ki, hekayədən hekayəyə keçdikcə artıq əvvəlki şəkil keçmiş zamanda qaldığına görə biz feilimizə də diqqət edəcəyik. Gəlin indi biz hekayəmizə sizlərlə birlikdə baxaq. One day a boy decided to plant a tree in the park. Bir gün bir oğlan qərar verir ki, parkda bir bitki əksin. Okay, biz də görürük ki, şəkildə boy görmüşdük, bitki görmüşdük, ağac görmüşdük. Yəni yeri də siz özünüz seçirsiniz. Burada park qeyd edilib. He brought a small plant and a shawl with him. Özü ilə nə gətirir deyir? Bir bitki gətirir, bəli, biz qeyd etmişdik və özü ilə daha nə gətirir? Kürək. Biz də onu bayaq qeyd etmişdik. First, he dug a hole in the ground. Birinci nə edir? Gəlin şəkildə biz yuxarıda baxaq. Daha rahat olsun bizim üçün. Birinci etdiyi nədir deyir? Yerdə bir çuxur qazır. Deyir, ilk etdiyi bu olur. Then he carefully put the plant in the hole and covered it with soil. Deyir, sonra nə edir? Ardıcılıq verir. Birinci, ikinci, sonra. Deyir ki, sonra diqqətlə nə edir? O çuxurun içinə bitkini qoyur. Put, qoymaq deməkdir. Və nə ilə örtür? Soil. Burada da qeyd etmişdik. Torpaq ilə bitkini örtür. Biz də bunları ardıcılığa görürük. After finishing his work, deyir ki, işini bitirdi. Bitirəndən sonra he looked at the little tree proudly. Neynədir? Baxın, bitiribdi. Öz əkdiyi bitkiyə, ağaca nə ilə baxır? Fəxrlə baxır. The boy was happy. Biz də qeyd etmişdik. Deyir ki, oğlan xoşbəxtdir because he knew that the tree would grow and make the world greener. Deyir ki, oğlan xoşbəxt idi, çünki o bilirdi ki, ağac böyüyəcək və dünyanı yaşıllaşdıracaq. Yəni, əgər bunlar da siz, həmin an ağlınıza gəlmirsə, problem yoxdur. Amma əsas odur ki, hekayədə ardıcılığı, nələri görürsünüz, ardıcıl hərəkətlər, yəni feilləri düzgün zamanda qeyd etmək və həmçinin feeling, yəni hansı hissdə olduğunu qeyd etmək önəmlidir.
Əgər sizin başqa suallarınız varsa, esse yazımı ilə bağlı, hər hansı bir problem yaşayırsınızsa, cümlə qurmaq, cümlə üzərinin ardıcıllığı, bunları şərhlərdə qeyd edə bilərsiniz.